gördük hər birinizi. Növbəti mövzumuzda sizinlə görüşürük. Bugünkü mövzumuz meclis sistemində münaqişə və stresin idarə olunması, həmçinin bu münaqişələrə qarşı antiböhran tədbirlərinin aparılması və müəssisədə baş verən risklərlə bağlıdır. Qeyd edeyim ki, mövzularımız çox geniş bir mövzudur və bugünkü gün müasir dövrdə istənilən müəssisələrdə, təşkilat və firmalarda zaman-zaman hər bir müəssisənin rastlaşdığı problemlərdirlər və bununla bağlı mövzu üzərindən bir neçə plan qurmuşuq və plan üzərindən gedəcəyik. Qeyd edeyim ki, burada bir neçə planı diqqətinizə çatdırmağına münaqişə nədir, onun əsas səbəbləri nələrdir, münaqişəyə nələr səbəb olur, münaqişələrin hansı növləri var və hansı mərhələləri keçir münaqişələrin. Aydın məsələdir ki, müəssisədə mənfi tərəflərinə yanaşı, zaman-zaman müsbət tərəflərini də biz görə bilirik. Həmçinin münaqişələrin həll üsulları Thomas Klimanın əsas modellərindən biridir ki, münaqişələr hansı üsullarla həll olunacaqdır və mövzumuzda həmçinin toxunacaq ki, müəssisədə stres nədir, stresi yaradan səbəblər nələrdir və stresin hansı növləri var müəssisələrdə ən çox. Çünki son dönəmdə insanların psixoloji vəziyyəti ilə əlaqədar olaraq o psixoloji vəziyyətin iş yerinə gətirilməsi, iş əsnasında qarşılaşılan problemlər və həmin stresin problemlərin artmasında da rolundan danışacaq. Həmçinin böhran nədir və antiböhran tədbirləri nədir? İstənilən müəssisə fəaliyyətində bilirik ki, idarəetmə prosesində zaman-zaman böhranların da kiçik böhranlar, böyük böhranlar deyə biz müəssisələrdə ayırırıq. Böhranlara rast gəlirik və böhranlar nələrdir? Böhranların ümumiyyətlə müəssisənin iş prinsipinə hansı təsirləri olur? Böhranların nəticələri nələr olur? Bunlara toxunacaq qeyd etdiyim kimi və başlayaq münaqişədən. Nədir münaqişə? Münaqişə tərəflərin maraqlarının, məqsədlərinin və eyni zamanda davranışlarının ziddiyyətli nəticəsidir və bu ziddiyyət nəticəsində yaranan problemləri biz münaqişə adlandırırıq və münaqişəni müəssisələrdə adətən bir neçə qrup formasında araşdırırlar, təhlil edirlər. Bunlar insanlar arası münaqişələr olur, yəni bir müəssisə daxilində fərdlər arasında, bir iş yoldaşları arasında baş verən münaqişələr vardır, qrup daxili münaqişələr vardır. Bilirik ki, müəssisələrdə zaman-zaman müəyyən layihələrin icrası ilə bağlı qruplar təşkil olunur. Qrupun daxilində mövcud olan fəaliyyət göstərən fərdlər arası münaqişələrə rast gəlinir. Eyni zamanda qruplar arası münaqişələr vardır, digər bir forması olan qruplar arası münaqişələr də müəssisələrdə rast gəlinən hallardan biridir və eyni zamanda təşkilat daxili sistem münaqişələri vardır ki, biz bu məsələlər üzərindən fikrimizi mümkün qədər ətraflı çatdırmağa çalışacaq. Başlayaq menecmentdə münaqişənin yaranma səbəbləri. Münaqişənin yaranma səbəbləri çox fərqli ola bilir. İlk növbədə bilirik ki, istənilən istehsal prosesində resursların, maliyyənin, liderlərin, kadrların, texnikanın, texnologiyanın bir istehsal vasitəsi olaraq önəmi çox vacibdir. Ona görə də resurs məhdudluğu münaqişə səbəblərindən biri kimi göstərilə bilir. Digər bir hal rolların qeyri-dəqiq bölünməsi. Söhbət burada ondan gedir ki, istənilən bir layihənin icrası zamanı aydın məsələdir ki, hər kəsin qabiliyyəti, savadı, təcrübəsi çərçivəsində iş ixtisasına uyğun olaraq rollar, yəni vəzifələr bölünür və burada əgər qeyri-bərabər, qeyri-hüquqi bölgü aparıldığı zaman, yəni rollar, vəzifələr, funksiyalar dəqiq bölüşdürülmədiyi halda istər-istəməz münaqişə səbəbi ola bilir və münaqişə yarada bilir. Bu da xoşa gəlməyən bir hal olaraq göstərilir. Müəssisədə eyni zamanda komanda daxili rəqabət vardır ki, rəqabət bilirik ki, ümumiyyətlə inkişafın əsasıdır. Amma sağlam rəqabət mühitində əlbəttə ki, inkişafdan danışa bilir. Əgər komanda daxili bir rəqabət xoşa gəlməyən bir nəticə ilə nəticələndiyi halda bu artıq münaqişə səbəbi olaraq özünü göstərə bilir. Digər bir məsələ müəssisə daxilində işçilər arasında, kadrlar arasında ünsiyyət çox önəmli bir faktordur və əgər müəssisə daxilində kadrlar qarşılıqlı ünsiyyəti, qarşılıqlı münasibəti, dialoqu, psixoloji tənzimləmələri nəzərə almırsa, burada ünsiyyət çatışmazlığı adı altında münaqişə səbəbi
formalaşa bilir. Ona görə də menecerin əsas funksiyalarından biri də məhz işçilər arasında, kadrlar arasında sosial, psixoloji, insani münasibətlərin, psixi davranışların dəqiq dəyərləndirilməsi və mümkün qədər məsələnin problemə və son nəticədə münaqişəyə gedib çıxmamasının qarşısını almaqdır. Buna görə də menecerlərin üzərinə düşən funksiyalardan biri də dediyimiz kimi məhz müəssisə daxilində xoş ünsiyyətin, xoş ünsiyyət tarazlığının yaratmasıdır. Digər münaqişə səbəblərindən biri dəyərlərin və motivasiyanın fərqliliyidir. Nə mənada? Hər bir fəaliyyət aydın məsələdir ki, yetəri qədər dəyərləndirilməlidir. Əgər kadrın fəaliyyəti rəhbərlik tərəfindən yetəri qədər dəyərləndirilmədiyi halda, bu istər-istəməz kadrda, icraçı şəxsdə müəyyən narazılıqlar yaradır. Və hər zaman kadr istəyir ki, rəhbərlik tərəfindən onun fəaliyyəti, onun əməyi, onun zəhməti dəyərləndirilsin, qiymətləndirilsin və bunun dəyərləndirilməsi üçün də rəhbərlik tərəfindən motivasiyanın müxtəlif formaları, bilirik ki, iki əsas növ üzərindən gedir, müxtəlif formaları dəyərləndirilir və maddi, mənəvi motivasiya deyə biz bunu iki qrupa bölürük. Maddi motivasiyalar daha çox işçinin fəaliyyəti ilə bağlı, deyək ki, əmək haqqının artırılması ilə bağlı əlavə premiyaların, paketlərin verilməsi nəzərdə tutulur. 13-cü maaş olaraq nəzərdə tutulan deyək ki, maddi motivasiya formaları vardır. Əlavə mükafatların verilməsi, bunlar maddi motivasiya olaraq işçini hər zaman işinə həvəsləndirir, daha da necə deyərlər, aktiv fəaliyyətini təmin edir. Bir də mənəvi motivasiya forması vardır ki, işçi bunu hər zaman aydın məsələdir ki, öz rəhbərindən gözləyir. Mənəvi motivasiyada işçinin uzun müddət eyni iş vəzifəsində, eyni funksiyasında qalması işçidə istər-istəməz ətalətlik, tənbəllik yaradır. Ona görə də mənəvi motivasiya forması olaraq işçinin zaman içərisində öz vəzifəsində yüksəlməsi işçi üçün mənəvi motivasiya olur. Müəssisə adından təmsilçi olaraq digər ölkələrdə, digər şirkətlərdə təmsil olunması və yaxud da ona hər hansı bir ezamiyyələrin verilməsi və ya dediyimiz kimi vəzifə baxımından titulların verilməsi, medalların, ordenlərin verilməsi, müəyyən təqdimatların verilməsi və bu kimi mənəvi motivasiyalarda işçini işə həvəsləndirən faktorlardır. Bunların olmadığı halda, yəni işçi yetəri qədər dəyərləndirilmədiyində, əməyinin, fəaliyyətinin dəyərləndirilmədiyini görürükdə, onun işə motivasiyasının təmin olunmadığını görürükdə, bu artıq münaqişəyə səbəb olan bir faktor kimi özünü göstərmiş olur. Ona görə də rəhbərlər dediyimiz iki halı, yəni ki, işçinin əməyinin dəyərləndirilməsini, eyni zamanda motivasiya faktorunu hər zaman diqqət mərkəzində saxlamalıdır. Digər məsələlərdən biri liderlik üslubunun uyğunsuzluğu. Burada əsas məsələ münaqişə səbəblərindən biri olaraq göstərdiyimiz, əgər düzgün metod seçilmirsə, lider tərəfindən yaxşı bir metod seçilmədiyi halda, uyğunsuz bir, belə deyim də, üslub seçildiyi halda, bu da münaqişəyə aparıb çıxaran hal kimi özünü göstərmiş olur. Ona görə də lider nə qədər öz işinin sahibi olursa, lider öz işinə nə qədər, necə deyərlər, əmin olursa, öz işinin icrasını, öz işinin sahibinin nə qədər maksimum səviyyədə nail ola bilirsə, bu da münaqişənin aradan qaldırılması yolları kimi özünü göstərmiş olur. Gəlsək münaqişənin növlərinə, münaqişənin 4 əsas növünü biz araşdırmışıq. İlk növbədə struktur münaqişəsi vardır. Burada əsasən səlahiyyətlər düzgün bölüşdürülməlidir, fəaliyyət axını düzgün qurulmalıdır və qaydalar mümkün qədər maksimum səviyyədə təmin olunmalıdır. İkinci, şəxsi münaqişələr var. Şəxsi münaqişələr adətən şəxslərin xarakterindən, eyni zamanda emosional uyğunsuzluğundan yaranan münaqişələrdir. Ona görə də şəxslərin özlərinin psixoloji vəziyyətlərini bir düzəltməsi, hər istənilən bir xırda detal hadisələrə belə emosional yanaşmamaları tələb olunur ki, çünki qeyd etdiyimiz kimi hər hansı bir emosionallıq, hər hansı bir xarakter pozğunluğu istər-istəməz münaqişə səbəbi olaraq özünü göstərə bilir. Üçüncü, funksional münaqişələr vardır. Qeyd etdiyimiz kimi burada da əsasən inkişaf və yenilik gətirən fikir ayrılıqlarının söhbət gedir. Çünki funksionallıq əgər istənilən müəssisə innovativ metodlara üz tutursa, istənilən müəssisə yeniliklərə davamlı olaraq açıqdırsa, inkişafa hər zaman, necə deyərlər, bir bayraq olaraq əlində götürüb inkişafı gedirsə, əlbəttə ki, burada yenilərə açıq olan müəssisədə funksional faallıq olur ki, əgər
bu hallarda funksional münaqişənin olma səbəbləri məhz yenilik gətirən fikir ayrılıqlarından dolayı formalaşmış olur. Burada da sözsüz ki, müəssisənin qərar verildikdən sonra müəssisənin missiyası eyni zamanda kadrların da məqsədinə, missiyasına çevrilmiş olur ki, burada da məqsəd müəssisənin öz missiyasına nail olması anlamına gəlib çıxır. Və nəhayət funksional münaqişələr, disfunksional münaqişələr vardır. Burada da əlbəttə ki, iş prosesinin pozulması hallarının eyni zamanda məhsuldarlığın azaldılması da münaqişə səbəbi ola bilir ki, biz bunu münaqişənin növləri kimi göstəririk. Münaqişənin mərhələləri vardır. Bunlar haqqında da bir qısa da olsa məlumat verim. Gizli gərginlik vardır. İlk növbədə münaqişə aydın məsələdir ki, heç nədən yaranmır. Bunun bir gizli etap mərhələsi vardır. Fərdlər arasında və yaxud da qruplar arasında gizli şəkildə özünü göstərir. İkinci etapda artıq burada münaqişənin biraz daha böyümüş hal formasına gəlirik müəssisədə. Bu artıq qarşıdurmaların yaranmasına səbəb olur. Və üçüncü mərhələdə artıq ifadə olunmuş münaqişə. Burada artıq münaqişə qarşıdurmadan sözlərə tökülmüş, get-gedə qarşıdurmanın böyümüş bir halıdır ki, son dördüncü mərhələdə artıq həll mərhələsidir. Münaqişənin artıq həlli üçün rəhbərlik tərəfindən müəyyən müdaxilələr olunmalıdır və nəticədə problemin həlli yolları mütləq qiymətləndirilməlidir. Yəni münaqişəyə səbəb nələrdir? Hansı problemlərdən yaranır? Hansı qarşıdurmalardan yaranır? Emosionallıqdır, fərdə məxsusdur, yoxsa işin icrası gərəyi yaranmışdır? Bunlar hamısı son nəticədə mütləq qiymətləndirilməlidir. Çünki nəticədə istənilən münaqişə istehsal prosesində və yaxud da xidmət prosesində mənfi təsirlər yaradır. Münaqişənin müsbət təsirləri var. Bayaq planda da qeyd etdiyimiz kimi mənfi təsirləri də vardır. Bir neçə müsbət təsirlərinə toxunaq. Münaqişələrin aydın məsələdir ki, istənilən münaqişə müsbət təsir olaraq özünü o zaman göstərir ki, müəssisədə aydın məsələdir. Bir müəssisədə nə qədər təşəbbüskarçılıq varsa, bir müəssisədə nə qədər innovativlik varsa, o müəssisə nə qədər yeniliklərə açıqdırsa, aydın məsələdir ki, o müəssisədə dinamizm, o müəssisədə inkişaf, o müəssisədə dinamika daha çoxdur. Ona görə də yeni ideyalar, təkmilləşdirilmiş fikirlər nə qədər çoxdursa, bu münaqişənin müsbət təsiri olaraq özünü göstərir. Eyni zamanda komanda daxilində problemlərin aşkarlanması. Əgər münaqişə gizli bir şəkildə aparıldığı zaman kadrlar arasında və yaxud da qruplar arasında bu böyüdülmədiyi halda, gizli saxlandığı halda problemin nə olduğu biraz gec ortaya çıxmış olur ki, bu da problemin vaxtında aradan qaldırılmasının qarşısını alır. Amma komanda daxilində istənilən problem aşkarlandığı zaman buna vaxtında müdaxilə edib həmin problemin, həmin nöqsanın aradan qaldırılması, həll etmək mümkün olur. Və növbəti bir müsbət hallardan biri olaraq məsuliyyət və öhdəliklərin dəqiqləşdirilməsidir. Aydın məsələdir. Yəni hər bir vəzifə tutan şəxsin məsuliyyətlər var, eyni zamanda səlahiyyətlər var və özlərində götürdüyü öhdəliklər vardır. Və əgər bir kadr üçün, bir şəxs üçün, vəzifə sahibi üçün verilən məsuliyyət, səlahiyyətləri üstələyirsə və yaxud da səlahiyyət məsuliyyəti üstələdiyi halda icraçı şəxs bir həddə qədər gedə bilir. Məsuliyyəti əgər çoxdursa, səlahiyyəti azdırsa, aydın məsələdir ki, öz fəaliyyətində müsbət nəticəyə çata bilmir. Nəyə görə? Çünki səlahiyyət həddi ona imkan vermir ki, üzərinə düşən məsuliyyəti maksimum şəkildə yerinə yetirsin. Çünki qeyd etdiyimiz kimi hər bir kadrın özünün üzərinə götürdüyü öhdəliklər vardır və məsuliyyəti ona səlahiyyəti qədər, gedə biləcəyi qədər yer verir, hədd qoyur. Ondan sonrasına imkan verilmir. Amma burada əgər məsuliyyət və öhdəliklər dəqiqləşirsə, kadr artıq öz vəzifəsini də bilir, öhdəliyini də bilir, məsuliyyətini də bilir və münaqişə əsnasında bu müsbət hal olaraq özünü göstərmiş olur. Növbəti biri daha sağlam ünsiyyət kanallarından söhbət gedir. Burada nədən toxunmaq istədiyim daha sağlam ünsiyyət kanalları? Çünki münaqişə əsnasında aydın məsələdir ki, kadrlar arasında kiminlə, hansı kadrla daha yaxşı işləyə bilir, daha sözləri uyğun gəlir, fikirləri daha çox üst-üstə düşür. Bu da münaqişənin müsbət halı olaraq özünü göstərmiş olur. Qeyd etdiyimiz kimi, müsbət hallarla bərabər əlbəttə ki, münaqişə adından da göründüyü kimi bir qalmaqalın, bir qarşıdurmanın nəticəsidir. Müsbət halları var, bunu qeyd etdik, amma mənfi halları əlbəttə ki, daha çox olur və bu da istər-istəməz iş prosesinin, iş tarazlığının pozulmasına gətirir. İlk növbədə iş məhsuldarlığı azalır. Aydın məsələdir ki, hər bir
müəssisə, hər bir şirkət qarşısına bir məqsəd qoyur, bir missiyası var və məqsəd mümkün qədər iş məhsuldarlığını artırmaq, mənfəətliyi artırmaq, mümkün qədər yüksək gəlirliyə nail ola bilmək. Münaqişələr, davamlı münaqişələr, əgər münaqişələr davamlı xarakter aldığı zaman, davamlı münaqişələr istər-istəməz iş məhsuldarlığının azalmasına gətirir, çıxarır. Və bayaq da qeyd etdik, danışanda yuxarıda ki, stres və psixoloji gərginlik münaqişə əsnasında daha da çoxalır. Bu da işə mənfi təsir edən faktor kimi özünü göstərir. Növbəti bir mərhələdə komanda ruh vəziyyətinin zəifləməsinə gətirir. İstər-istəməz davamlı münaqişələr ruh düşkünlüyünə gətirir, çıxarır. İşçilərin əmək fəaliyyətinə mənfi təsir göstərir. Onlar daha ruh düşkünlüyünə belə deyək də gətirib çıxaran hallar isə komandanın uğur qazanmasına mənfi təsir edən hal kimi özünü biruzə vermiş olur. Və təşkilati itkilər, aydın məsələdir. Hər bir müəssisə fəaliyyətində hər zaman uğuru hədəfləyir və əgər münaqişələr təşkilati itkilərə və səmərəsizliyə gətirib çıxarırsa, bu da istər-istəməz müəssisə rəhbərliyi tərəfindən vaxtında müdaxilə olunmalıdır, qarşısı alınmalıdır. Əks halda dediyimiz kimi münaqişələr artıq aparıb intriqalara çıxarır ki, bu da müəssisənin necə deyirlər, arzulamadığı bir haldır. Növbəti toxunmaq istədiyimiz məsələ münaqişənin idarə edilməsidir. Ən önəmli məsələlərdən biri, bayaq da qeyd edirik, münaqişəsiz, stressiz, konfliktsiz heç bir müəssisə yoxdur. Zaman-zaman kiçik, böyük konfliktlərlə, münaqişələrlə üzləşilir. Amma məqsəd budur ki, vaxtında həmin münaqişələri qarşısını ala biləsən, idarə edə biləsən. Yəni, bayaq da qeyd etdiyim kimi, intriqaya gedib çıxmamasının ölçü əlindən gələni etsin. İlk növbədə məsələ düşür rəhbərliyin üzərinə. Qeyd etdiyimiz kimi, burada effektiv rəhbərlikdən çox şey asılıdır. Problem ilk növbədə vaxtında aşkar olunmalıdır ki, problem nədir, yaradan səbəb nədir? Səbəb şəxslərdir, yoxsa hadisə və faktlardır. Bu aşkar olundan sonra neytral mövqe situasiyası mütləq təhlil edilməlidir. Neytral, hər bir kadr dinlənilməlidir münaqişə obyektləri olaraq dinlənilməlidirlər. Münaqişə vaxtında tam bütün vəziyyəti ilə aşkar olunmalıdır. Növbəti mərhələdə əgər kadrlardan yaranan bir problemdirsə, kommunikasiya əlaqələri maksimum səviyyədə yaxşılaşdırılmalıdır. Çünki əgər bir liderin rəhbərliyi altında bir qrup halında bir layihənin icrası ilə bağlı müəyyən bir münaqişələr, müəyyən bir konfliktlər yaranırsa, bunu mümkün qədər maksimum kommunikativ şəkildə bunu həll etməyə çalışmalıdır. Yəni, qısacası, yaxşı kommunikasiya əlaqələri qurulması münaqişənin aradan qaldırılması üçün yollardan biridir. Kompromisin və əməkdaşlıq mühitinin yaradılması. Yəni, hər bir kadr kompromisə getməyi bacarmalıdır. Yəni, əməkdaşlıq mühiti yaradılmalıdır. Məqsəd nədirsə, mütləq həmin o məqsədə, hədəfə odaqlanmalıdırlar, necə deyərlər. Ona görə də emosional intellektdən istifadə etməklə mümkün qədər münaqişə maksimum şəkildə idarə olunmalıdır. Əks təqdirdə istər-istəməz bayaq da qeyd etdiyimiz kimi xoşa gəlməz halların dərinliyi get-gedə artır. Bu da istər-istəməz müəssisədə problemlərin böyüməsinə gətirib çıxarır. Münaqişələrin həll üsulları var. Bunu Avropalı alimlər Thomas Klimanın bir modeli var idi və münaqişəni hansı üsullarla həll etmək lazımdır? İlk növbədə göstərir qaçma, münaqişədən qaçmaq lazımdır. Yəni, hər hansı bir xırda bir detalla, hər hansı bir problemlə üzləşildiyi halda bunu böyütmək, daha lazımsız yerlərə çəkib aparmaq, başqa hadisələrlə əlaqələndirmək lazım deyil. Ona görə də ilk növbədə Thomas Kliman məsləhət görür ki, ilk növbədə çalışın münaqişədən qaçsın. Yəni, o kompromisə gedin. Mümkün qədər davaya, mümkün qədər qalmaqala, intriqiya aparmayın və uyum sağlamaq, yəni mümkün qədər uyuma getmək. Bu da əsas məsələlərdən biridir. Həll üsulu olaraq Thomas Klimanın göstərdiyi metodlardan biridir. Rəqabət. Rəqabətdən bayaq da danışdıq. Rəqabət, bilirik, iki forması var. Daha çox sağlam rəqabət mühitində inkişafdan danışa bilirik və rəqabət inkişafın təkanıdır, təkan verici qüvvəsidir, amma sağlam rəqabətdən. Əgər oradakı monopoliyadan, oradakı haqsız rəqabətdən söhbət gedirsə, bu aydın məsələdir ki, istər-istəməz münaqişəni də yaradacaqdır. Ona görə də sağlam rəqabət mühiti münaqişənin həll üsullarından biri kimi göstərilir və bayaq da toxunduğumuz kompromis məsələləri və əməkdaşlıq. Yəni,
hər bir kadr necə ki kadrdır, eyni zamanda o müəssisənin əməkdaşıdır, tək halda, fərdi halda fəaliyyət göstərmir. Bir kollektiv tərkibində fəaliyyət göstərdiyinə görə mütləq əməkdaşlıq etməyə bacarmalı, yoldaşlıq etməyə bacarmalıdır ki, son nəticədə işinin effektli nəticəsini göstərə bilsin. Və mövzunun nəticə hissəsinə gəlsək, münaqişə menecment sisteminin ayrılmaz hissəsidir. Bayaq da qeyd etdim, müəssisələr münaqişəsiz mümkün deyil, oradakı kadrlar çalışır, oradadır ki, iş gedir, zaman-zaman böyük, amma zaman-zaman xırda münaqişələrə rast gəlinir və düzgün idarə olunduqda münaqişələr idarə olunan bir prosesdir və adətən innovasiya, effektivliyə necə deyərlər, gətirib çıxara bilir, əgər düzgün idarə olunduğu halda. Və üçüncü əsas nəticə olaraq göstərdiyimiz burada münaqişəni mümkün qədər zərərsizləşdirmək və faydalı fəaliyyətə çevirə bilməkdir. Gələk münaqişə və stressə. Münaqişə və stres necə həll olunur, necə idarə olunur? Bilirik ki, bayaq üstə toxundum, iki və ya daha şəxs tərəf arasında fikir ayrılığı, fikir mübadiləsi, negativ hallar, məsələn, orada hər bir kəsin maraqları vardır. Əgər maraqlar toxunduğu halda, negativ bir vəziyyət yarandığı halda istər-istəməz münaqişə yaranır və münaqişə o zaman idarə oluna bilir ki, pozitiv hala çevrilə bilir və münaqişənin növləri şəxslər arası, şəxsin öz daxilində daxili ziddiyyətləri, yəni şəxsin özünün özü ilə bağlı öz şəxsi problemləri ola bilir, ailə problemləri ola bilir, bunu iş mühitinə daşıya bilir və bu daxili ziddiyyətlər şəxsin özündən qaynaqlanan bir problem ola bilir. İş yerinə gətirdiyi halda münaqişə səbəbi olaraq göstərilə bilir. Qrup daxili var, qruplar arası var və orqanizasiya münaqişələri var ki, bunlar hansı ki, sırf müəssisədə təşkilatçılıq problemlərində rastlaşılan hallardan biridir. Ona görə də münaqişə səbəbləri ünsiyyət problemləridir, stereotiplərdir və yanlış təsəvvürlərdir. Resurs çatışmazlığı bayaq da qeyd etdiyimiz kimi ən önəmli faktorlardan biri. Fərqli dəyərlər, maraqlar olur, sözsüz ki, müəssisədə hər bir vəzifə tutan şəxsin maraqları var, fərqli dəyərləri var, bunlar mütləq qarşılanmalıdır və stres və emosionallıq da istər-istəməz gərginliyə, son nəticədə isə münaqişəyə gətirib çıxarır. Və ona görə də bir müəssisə daxilində münaqişəni həll etmə texnikaları aşağıdakı kimi göstərilir. Aktiv dinləmə, yəni hər iki tərəf mütləq dinlənilməlidir, hər iki tərəf mütləq dinlənilməlidir, empatiya qurmaq lazımdır, yəni kadrlar arasında və yaxud da qruplar arasında açıq-aydın ünsiyyət şərtdir, problemi şəxslərdən ayırmaq, yəni problem varsa, əgər müəssisənin problemidirsə, şəxslər onu həll etməyə çalışırsa, bu müəssisənin problemi olaraq həll olunmalıdır. Şəxslər arası problemə çevrilməməlidir. Şəxslər arası problemə çevrildiyi zaman bu artıq fərdiləşir ki, bu da xoşa gəlməyən hallara səbəb ola bilir. Ortaq həll yolları mütləq yaratmaq lazımdır və müəssisələrdə adətən mən mesajları istifadə etmək. Mən mesajları ümumiyyətlə müəssisə idarə etməsində, menecment fəaliyyətində çox toxunulan məsələlərdən biridir. Mən mesajları istifadə olunduğu zaman müəssisələr əlbəttə ki, idarə etmədən qruplar tərəfindən mümkün qədər həll yollarına getmək mümkün olur. Münaqişənin idarə etmə yollarından qaçınma, yumşaq davranış, mümkün qədər uyğunlaşmaq, rəqabətdir, mümkün qədər maksimum tələbkar olmaq lazımdır, işçilər arasında öz vəzifə öhdəliklərini bilməlidirlər, lazımi səviyyədə icra etməlidirlər, kompromisə getməyə bacarmalıdırlar və ən effektli əməkdaşlıq üslubunu yaratmağa bacarmalıdırlar. Bəs stres nədir? Mövzumuzda əsas məsələlərdən biri stres. Bu, şəxsin özü ilə bağlı ola bilir, ailə stresləri və iş stresləri deyə 3 qrupa biz bölürük. İndi növbəti slaytlarda bunu da ətraflı aydınlaşdıracaq. Ümumiyyətlə, istənilən orqanizmin daxili və xarici təsirləri, ziddiyyətlərə, insanın psixoloji, insanın sosial, insanın həyatında baş verən fizioloji bir hadisədir və davamlı olaraq insanların həyatında şəxsi, yenə deyirəm, ailə və işlə əlaqədar olaraq yarana bilir. İnsan məxsus bir haldır, normaldır, lakin uzun müddət davam etdiyi zaman heç də xoşa gələn bir hala çevrilmir. Aydın məsələdir ki, zərərli nəticələri ola bilir və stresin növləri vardır. Stres bu
söhbət burada pozitiv motivasiya edici stressdən söhbət gedirdi. Stress negativ sağlamlığa zərər verən stres məsələlərdə heç də arzu olunmayan bir haldır və qeyd etdiyimiz uzun müddətli və qısa müddətli stres formaları vardır ki, qısa müddətli artıq idarə olunan bir stres formasıdır. Bu insanların sağlamlığı ilə bağlı ola bilir, səhhətləri ilə bağlı ola bilir, psixoloji vəziyyətləri ilə bağlı ola bilir. Amma o stresin uzun müddətli halına çevrildiyi halda bu həm fərdin öz şəxsi həyatında, eyni zamanda iş həyatında mənfi, negativ hallara gətirib çıxara bilir ki, bu da arzu olunmayan səbəblərdəndir. Stresin səbəbləri nədir? İş yükünün ağırlığı bir kadr üçün vaxt çatdıra bilmir ki, üzərinə qoyulan öhdəliklərin, vəzifələrin maksimum keyfiyyətli şəkildə yerinə yetirə bilsin. Yetirə bilmədiyi halda stresin səbəbi ola bilir. Dediyimiz kimi, ailə sosial münasibətlər hər zaman stresə səbəb ola bilir. Maddi problemlər öndə gələn, günümüzdə ən çox aktual olan problemlərdən biridir. Sağlamlıq məsələləri istər-istəməz stres ilk etapda qısa formalı olduğu zaman yenə deyirəm, mümkün qədər qarşısını almaq olur. Amma uzun müddətli stresə çevrildiyi zaman kadrın, fərdin, şəxsin sağlamlığına böyük təsir, mənfi təsir göstərə bilir və istər-istəməz kadr öz o stresdən yaranan səbəblərdən dolayı ətraf mühitə də mənfi təsirlər göstərmiş olur. Digər stresin təsirləri vardır. Fiziki, psixoloji və əmək fəaliyyəti olaraq biz 3 formaya bölürük. Fiziki olaraq insanda istər-istəməz yuxusuzluğa, ürək döyünməyə, səhhəti ilə bağlı baş ağrılarına, narahatçılığa gətirib çıxara bilir. Çünki yuxu pozğunluğu istər-istəməz işin keyfiyyətinə də mənfi təsir göstərə bilir. Fiziki hallardır bunlar, amma psixoloji hallar da vardır ki, istər-istəməz o kadr stres yaşadıqca aqressivləşir. İşində keyfiyyətsiz, işində bacarıqsız olur, işində az verimli olur, konsentrasiyası pozulur, istər-istəməz narahatlıq keçirir və bu da psixoloji hal olaraq stresin əlamətlərindən biridir. Əmək fəaliyyətinə qeyd etdiyimiz kimi ən mənfi təsirini, ən böyük təsirini, çünki get-gedə mənfi təsir göstərdikcə adam işində fəaliyyəti keyfiyyətsizləşir, istər-istəməz səhvləri artırır, məhsuldarlıq düşür və kadr, necə deyərlər, öz öhdəliyini yerinə yetirə bilmir və bu da zaman içərisində həmin kadrla rəhbəri olan şəxs arasında qarşıdurmalara, münaqişələrə səbəb ola bilir. Bəs stres necə idarə edilməlidir? İlk növbədə planlaşdırılmalıdır. Yəni bu hər hansı bir kadrda, bu yenə deyirəm, qalır menecerlərin üzərinə düşən öhdəliklərdən biridir ki, bilirik, ümumiyyətlə menecer fəaliyyəti həddən artıq məhsuldar bir fəaliyyətdir, çox çeşidli bir fəaliyyətdir. Ona görə də stresi planlaşdırmaq, prioritetləşdirmək, dərin nəfəs, relaksiyasiya texnikaları, burada artıq fiziki aktivlikdən, sosial dəstəkdən söhbət gedir, istər ailə mühitində, istər iş mühitində, istər yoldaşlıq, ictimai mühitdə. Kadr mütləq normal qidalanmalı, normal tam yuxusunu almalı, işini düzgün bölməyə başlayır. Yəni zaman içərisində o 24 saatlıq bölgüsünü düzgün zaman bölgüsü içərisində aparırsa, çünki bu son nəticədə kadrı stresdən artıq depressiya qədər aparıb çıxara bilən bir haldır ki, bu da işçilər üçün, necə deyərlər, daha doğrusu rəhbərlik üçün arzu olunmayan bir haldır və meditasiya, mindfulness, bu daha çox Avropa ölkələrində, belə deyim də, bizim ölkələrimizdə bu çox da elə axırıncı göstərdiyimiz hal, çox da elə, belə deyim də, hiss olunmur, biz onu görmürük, amma Avropa ölkələrində dediyimiz o meditasiya və mindfulness fəaliyyəti daha, belə deyim, geniş yayılmışdır. Və stresdən necə qorunmaq olar? Dediyimiz kimi, ilk növbədə insanın psixoloji fəaliyyəti normallaşmalıdır, insanın sağlamlıq fəaliyyəti normallaşmalıdır, normal qida, normal yuxu rejimi, normal istirahət rejimə əməl etməlidir. Kadrın özünün istirahəti tam təmin olmalıdır, emosional qarşıdurmalardan maksimum kənar qalmalıdır, iş, həyat balansını mütləq tarazlamağa bacarmalıdır. İnsan nə qədər işləyirsə, o qədər də digər həyati fəaliyyətlərlə, ailə həyatı ilə, sosial həyatı ilə, mədəni həyatı ilə da biraz necə deyirlər, məşğul olmalıdır. Tamamilə işə bağlanan şəxslərdə stres, biraz böhran çox olur və hədəfləri mütləq real seçməlidir. Yəni, hədəf, missiya kadr üçün önəmlidir, necə ki, müəssisə üçün önəmlidir. Bəs bunun stresin münaqişə ilə bağlı idarə edilməsində gəldiyimiz nəticəyə baxsaq,
münaqişə və stres idarə edilən bir haldır, idarə edilən bir fəaliyyətdir. Buna idarə etmək olar, amma erkən vaxtında tez müdaxilə etmək lazımdır. Effektiv ünsiyyət mütləq qeyd etdiyimiz kimi rəhbər şəxs öz tabeliyində olan işçilərlə mütləq ünsiyyəti, özünü idarə etmə prosesini yarada bilməlidir. Sağlam psixoloji vəziyyət şəxsin həm peşəkar uğurlarının, eyni zamanda yaxşı ailə həyatının açarıdır. Risklər nədir? Mövzumuzun sonuna gəlsək, antiböhran menecmenti və risklər mövzusuna toxunsaq, antiböhran menecmenti ümumiyyətlə təşkilatlarda böhran vəziyyəti öncədən müəyyən olunur, qarşısını almaq və təsirlərini minimuma endirmək mümkün olan bir haldır. Amma burada məqsəd mümkün qədər sözsüz ki, iş fəaliyyətinin davamlılığını, dayanıqlığını və effektivliyini təmin etməkdən söhbət gedir. Böhran nədir desək, ümumiyyətlə gözlənilən təşkilatın normal fəaliyyətinə ciddi təhlükə yaradan vəziyyətdir böhranlar. Böhran gözlənilən böhranlar var, bir anda özünü göstərən böhranlar da var, yəni gözlənilməz halda rastlaşılan böhranlar da vardır. Böhranlara biz daha çox iqtisadiyyatda maliyyə böhranları ilə tez-tez rastlaşırıq. Daha doğrusu məhz daxili maliyyə böhranından bir söhbət gedir. Dünya üzrə maliyyə böhranı, iki dünya üzrə böyük maliyyə böhranı ilə rastlaşmışıq. 2008-də ikinci və üçüncü maliyyə böhranının artıq dalğalarını biz iqtisadi mühitdə biz onu hiss edə bilirik. Reputasiya var, əməliyyat böhranları var, hüquqi və texnoloji böhranlar var. Yəni bu səbəblərdən baş verə bilir böhranlar. Daha çox lazımdır ki, tez qərar və düzgün qərar verilsin ki, böhranlar həll oluna bilsin. Və böhranların həlli ilə bağlı müəssisə idarə etməsində antiböhran tədbirlər həyata keçirir. Proaktiv yanaşmalar vardır, sürətli qərar vermək lazımdır. Şəffaf kommunikasiyanı müəssisə daxilində maksimum şəkildə qurmaq lazımdır. Risklərin çevik idarə olunması və komanda işinin effektiv təşkili. Risklərə çevik idarə etmək nə deməkdir? Risklər, biz qeyd edirik ki, risk nədir desək, risk görünən bir təhlükədir. Yəni, risksiz biz iqtisadiyyatı təsəvvür edə bilmirik. Amma aydın məsələdir ki, risk vardır deyə bir iqtisadi fəaliyyətdən də aydın məsələ ki, geri durmuruq. Ona görə də risklər görünən təhlükə olduqlarına görə risklərə qarşı riski tamamilə yox etmək mümkün deyil. Sadəcə olaraq riski azalda bilərsən, riski minimuma yendirə bilərsən, o riskdən minimum itkilərlə qurtara bilərsən. Və böhran dövrünün mərhələlərə bölmüş olsaq, biz burada risklərin aşkar edilməsi, qeyd etdiyimiz kimi böhranın erkən siqnallarının təhlil edilməsi, planlaşdırma və hazırlıq, böhran zamanı operativ fəaliyyət və böhrandan sonraki bərpa və təhlil yolları. Ona görə də əgər riski biz vaxtında aşkar edə biliriksə, riski görə biliriksə ki, bazar iqtisadi mühitində risk hər zaman vardır. Görünən və görünməyən risklər olaraq vardır və riskləri növlərinə görə biz bölürük. Bilirik, risk qeyri-müəyyənlikdir, mənfi halları da var, müsbət halları da var. Növlərinə gəldikdə strateji risklər vardır. Bunlar daha çox müəssisələri və yaxud da ölkə iqtisadiyyatını uzun müddətli təhdid edən, hədələyən risklərdirlər. Maliyyə riskləri müəssisə daxilində müəssisənin hər zaman maliyyə ehtiyatı, ancaq riskləri maliyyə ehtiyatları ilə həll etmək imkanı olur. Əməliyyat riskləri vardır, texnoloji risklər hər zaman özünü göstərən bir haldır. Çünki günümüzdə texnologiya ilə bir böyük bir sürətlə inkişaf edir, irəliyə gedir ki, müəssisələr adətən onunla ayaqlaşa bilmir. Bu da müəssisə üçün bir risk daşıyır. Hüquqi risklər varlar ki, normativ aktlarla mütləq hüquqi şəkildə tənzimlənməlidir. Reputasiya riskləri vardır, bu hər zaman müəssisə üçün gözlənir və təbii fəlakətlərdən yaranan risklər vardır. Və təbii fəlakətlərdən yaranan risklər adından da göründüyü kimi nə zaman mövcud olacağı bəlli olmadığı üçün istər-istəməz müəssisə də bunu vaxtında görüb qarşısını ala bilmir. Sadəcə olaraq deyək ki, vulkanlardır, zəlzələlərdir, uçqunlardır, seldir, daşqınlardır. Yəni, belə bir hallarda istər-istəməz müəssisələr adətən dövlət dəstəyinə ehtiyac duyurlar. Risklər necə idarə olunmalıdır? Qeyd edirik, risk ilk növbədə mütləq konkret olaraq müəyyən olunmalıdır, qiymətləndirilməlidir. Hansı ehtimallar, hansı təsirləri ola bilər? Risklər prioritetləşdirilməlidir. Yəni, riskə mütləq bilməlisən ki, hansı problemlər səni gözləyir, sən hansı addımları atmalısan
Riskə cavab strategiyaları hazırlamalı. Dediyim kimi müəssisələr hər zaman zaten risklə işləyirlər. Yəni riskə getməsələr orada uğur qazanmaq da mümkün deyil. Hələ ki mövcud günümüzdə müharibələrin, siyasi qarşıdurmaların, çaxnaşmaların, iqtisadi böhranların olduğu bir dönəmdə istər-istəməz risklər müəssisələri hər zaman təhdid edir və monitorinq, təkmilləşdirmə mərhələləri də mütləq həyata keçirilməlidir. Riskə cavab strategiyalarından ilk növbədə atılacaq addım qaçmaq lazımdır. Yəni riski yaradan fəaliyyətlərdən mümkün qədər imtina etmək lazımdır, qaçmaq lazımdır. Riski mümkün qədər minimuma, yenə deyirəm, riski sıfırlamaq mümkün deyil, riski yox edə bilmirsən, amma azaltmaq, onun ehtimalını, onun təsirini azaltmaq imkanları vardır. Riski köçürmək olar. Yəni müəssisələr adətən ya öz fəaliyyətlərini eyni zamanda dövlət tərəfindən və ya müəssisə daxili sığorta tətbiq etməklə, müəyyən müqavilələrlə mümkün qədər riski köçürmə ehtimallarını artıra bilirlər. Riski qəbul etməlidirlər. Risk dediyimiz kimi qaçınılmaz bir haldır. Riski nə qədər düzgün qəbul edə bilirsənsə, o riskin həlli yollarını da aşkarlaya bilirsən. Bəs antiböhran komandasının tərkibi necə qurulmalıdır ki, burada müəssisə bayaq da qeyd etdiyimiz kimi minimum 2 ilə necə deyirlər, fəaliyyətini davam etdirə bilsin. Düzgün komanda rəhbərliyi olmalıdır. Kommunikasiya idarə etməsi düzgün olmalıdır. Mütləq hüquqşünas fikirlərinə, dəyərləndirilməsinə ehtiyac vardır. Müəssisənin maliyyə bölməsi sırf mütəxəssislər üzərindən maliyyə fəaliyyəti mütləq dəyərləndirilməlidir. Texniki dəstək sözsüz ki, önəmlidir. Təhlükəsizlik və əməliyyat qrupları müəssisə üçün hər zaman mövcud olan qruplardır. Yəni, maksimum şəkildə fəaliyyəti elə bir halda qurmalıdırlar ki, müəssisə, yenə deyim kimi, maksimum itkiyə yol verməsin. Antiböhran planını qursaq, risk ssenariləri, fövqəladə prosedurlar, alternativ resurslar olaraq və hər zaman biz B planını qeyd edirik. Evokasiya, bərpa planları və ya əlaqə siyahıları. Burada da söhbət nədən gedir? Əgər biz antiböhran tədbirləri həyata keçirəcəksə, mütləq plan üzərindən getməliyik. Yəni, kör-körənə, plansız şəkildə fəaliyyət hər zaman qarışıqlığa, dolaşıqlığa səbəb olur ki, bu da problemin həllinə deyil, əksinə problemin daha da çoxalmasına səbəb. Ona görə də ilk növbədə riskin ssenarisi qurulmalıdır, fövqəladə prosedurlar aşkara çıxarılmalıdır, alternativ resurs planları mütləq, biz hər zaman yenə qeyd edirəm, biznes planında biz B planını ehtiyat planı olaraq saxlayırıq. Evokasiya, bərpa planları mütləq müəssisə üçün önəmlidir və əlaqə siyahıları isə qurulduğu zaman müəssisə artıq antiböhran planını qurmuş, tamamlamış olur. Böhrandan sonra fəaliyyət necə qiymətləndirilməlidir? Burada söhbət hansı tədbirlər effektiv olur? Sözsüz ki, müəssisə bir böhranla rastlaşdığı zaman atdığı addımları böhrandan sonra dəyərləndirir, qiymətləndirir. Hansı addımları uğurlu, hansı addımları uğursuz, hansı addımları deyək ki, zəif tərəfləri nələr idi o planın icrası zamanı, güclü tərəfləri nələrdir və gələcək üçün nələr etməlidir? O yeni risklərin qarşısını almaq üçün, yeni risklər əvvəlcədən müəyyənləşdirilməsi üçün mütləq böhrandan sonra qiymətləndirmə aparılmalıdır və antiböhran idarə etməsində nəticəyə gəlmiş olsaq əgər, son olaraq fikrimizi tamamlamış olsaq əgər, antiböhran idarə etməsində hər bir təşkilat üçün ümumiyyətlə antiböhran tədbirləri mütləq olmalıdır. Bu üçüncü müəssisə üçün həyati əhəmiyyət daşıyır və sistemli yanaşılmalıdır, proaktiv hazırlıq mütləq aparılmalıdır və davamlı olaraq böhranın təsiri minimuma endirilməlidir ki, müəssisə qeyd etdiyimiz kimi mümkün qədər az itki ilə fəaliyyətini yekunlaşdırsın. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun.